Lotrix yosununun cinsi çoxalması zamanı 40 yeni fərd əmələ gəlmişdir. Bu yosunların əmələ gəlməsində iştirak edən qametlərin sayını ziqotların sayına nisbətini tapaq. Biz bilirik ki, Lotrix yosununda 2 qamet birləşir, bir ziqot yaranır. Bir ziqot sakitlik dövrünü qışı keçirir. Yazda bölünərək 4 spor qamçısı süceyle deyirdik biz buna. O hər bir sporda böyüyür, 4 Lotrix yosununa sapına başlanğıc verəcəkdir. Bizdən nəyi soruşur? Deyir ki, cinsi çoxalmada 40 yeni fərd əmələ gəlibdir. Yeni fərd yaranıbsa, tam bunlar nisbət kimi baxsaq, 40 buradadır, elə 40 da burada olacaqdır. Yəni 2, 1, 4, 4 nisbəti kimi baxırıq biz buna. Zigotların sayı 10'dan olacaqdır. Qametlərin sayı da 20 ədəd olacaq. Yəni nisbət kimi baxsaq, yəni 2, 1, 4, 4 nisbətində yaradırdı qametləri həmişə. İndi burada bizdən soruşduğu həm qametin sayıdır. Qametin sayı, həm də ki zigotun sayı. Qametimiz 20'dir, zigotumuz 10'dur. Yəni 2'nin 1'ə nisbətində olacaqdır.